Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi oyunlarında qızıl medal qazanıb. O, finalda Özbəkistanlı Şakram Ahadovla qarşılaşıb. Rəqibini məğlub edən Paris 2024 yay Olimpiya oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Hidayət Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiyadanın da qalib olmuşdu. İdmançımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən İSSF Dünya Çempionatında uğurla iştirak edərək ölkəmizə gümüş medal qazandırıb. Nigar 50 metr məsafəyə tapançadan atəş yarışında 550 xal toplayaraq gümüş medal qazanıb və yeni dünya rekordu müəyyənləşdirilib. Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Xianxun eyni nəticəni göstəriblər. Lakin qalib mərkəzi vuruşların sayına görə müəyyənləşib. Yao Xianxun 8x, Nigar isə 7x nəticə göstərib.